Siz də mənim kimi yay tətilində bütün gün telefona baxmaqdan, Instagramdan TikToka, TikTokdan YouTube'a, YouTubedan bilmirəm hara belə dövran edib bütün gününüzü məhv etməkdən bezmisinizsə, bu video sizin üçündür. Çünki mənə çox gəlirdi. Mən bu 11-ci sinifə keçənlər yayı necə səmərəli keçirə bilər adlı videosundan sonra hamısı yazır ki, bəs 11-ci sinifi bitirənlər neynəsin? Çünki çox yaxşı başa düşürəm. Düz bir il bundan qabaq, əgər yadınızdadırsa sizə demişdim ki, siz o qədər bekar olacaqsınız ki, artıq dərs eləmək istəyəcəksiniz. Amma təbii ki, indi dərsimiz yoxdur. Bütün imtahanları vermişik, imtahanlar bitib və bekarıq. Bekar olmaq qədər pis bir his yoxdur həqiqətən. Ona görə də burada sizə bir neçə tövsiyə verəcəm ki, yay ərzində bunları eləyə bilərsiniz ki, bekar qalmayasınız və ən azından sizin üçün bu yay biraz maraqlı keçsin. Təbii ki də hamımızın ilk öncə ağlına gələn filmlərə, seriallara ya da animelərə, animasiyalara baxmaqdır və çox yaxşı, keyfiyyətli, maraqlı filmlər tapmaq çox çətin olur. Çünki həqiqətən o qədər filmlər çəkilir ki, yəni sadəcə TikTokdan onların bir epizodunu görməklə siz elə bilirsiniz ki, o maraqlıdır. Amma xeyr, həmin o filmə baxanda, TikTokdan tapdığımız filmlərə baxanda biz həqiqətən də görürük ki, sadəcə o editlədikləri epizodlar ən yaxşılarıdır və filmin qalan yarısı çox mənasız keçir. Və tövsiyəm olardı ki, ilk öncə TikTokdan bəzi filmlərin editlərini görüb aldanmayın. Çünki sadəcə maraqlı olan o epizod olur, editlədikləri epizod olur. Onun yerinə sizin üçün mən ayrı video çəkmişəm. Film, animasiya tövsiyələrdir hamısı. Mənim baxdığım ən yaxşı, keyfiyyətli və maraqlı filmlərdir hamısı. O videoya buradan keçid edib baxa bilərsiniz. Mən özüm bəlkə də 800-dən çox filmə baxmışam və orada ən yaxşı 30 film, anime və animasiya tövsiyələri vermişəm. Əgər istəyirsinizsə, oradan baxa bilərsiniz. Çünki həqiqətən də filmləri seçmək, hansı görəsən maraqlı olar, görəsən maraqlı olmazmı? Yəni belə düşüncə olur insanda və həqiqətən də bizim o qədər də məlumatımız yoxdur filmlər haqqında. Çünki internetdə çox məlumatlar olur. Mən o videoda bütün filmlər haqqında danışmışam, filmlərdən qısa epizodlar da vermişəm, treylerlərini göstərmişəm, onların haqqında da danışmışam. Ümid edirəm sizin üçün də maraqlı olar. Bu yayı ən azından keyfiyyətli filmlərə baxıb bitirərsiniz. Daha sonra yemək bişirməyi öyrənin. Bu həqiqətən sizin həyatda ən vacib öyrənməli olduğunuz bir şeydir. Çünki əsasən də bu yaşda 11-ci sinifi bitirdikdən sonra yemək bişirməyi öyrənmək məcburiyyətindəsiniz məncə. Çünki əgər siz 18 yaşından sonra, yəni çoxumuz belə fikirdəyik, 18 yaşından sonra tək yaşamaq istəyirsinizsə, özünüz ümumiyyətlə valideynlərdən ayrı yaşamaq istəyirsinizsə, bu ilk olaraq öyrənməli olduğunuz bir şeydir. Çünki valideynləriniz yanınızda olmayacaq ya da yanınızda bir böyük olmayacaq əgər tək yaşamaq istəyirsinizsə, siz məcbur olaraq yemək bişirməyi öyrənməlisiniz. Çox belə basic yeməklər, məsələn, makaron bişirməyi mütləq hamınız bilməlisiniz ya da kartof bişirməyi öyrənməlisiniz məncə, sup bişirməyi öyrənməlisiniz. Çünki xəstə olanda həmişə valideynləriniz yanınızda olmayacaq. Yəni bu ən asan yeməkləri bişirmək vacibdir, vacib deyil. Yəni öyrənsəz çox yaxşı olar sizin üçün. Hətta əgər siz Bakıda yaşayırsınızsa, Bakıda universitetə verəcəksinizsə belə, yenə də valideynlərinizlə qalacaqsınız. Amma o demək deyil ki, siz yemək bişirməyi öyrənməməlisiniz. Bu da yəni vaxtınızı öldürmək üçün bir metoddur. Çünki əgər yemək bişirməyi vəbşi bilmirsinizsə, bunu öyrənmək sizin üçün həqiqətən bu yayda çox bekarsınızsa, məncə yaxşı fikirdir. Əgər yemək bişirmək istəmirsinizsə, şirniyyat bişirə bilərsiniz. Çünki bilirəm, çoxumuz şirniyyat yeməyi sevirik, amma hər gün də gedib şirniyyat almaq o qədər də tövsiyə olunmur. Ondansa evdə özünüz bişirə bilərsiniz. Məsələn, mən keçən həftə cheesecake bişirmişdim və inanın mənə çox dadlı olmuşdu. Yəni mən normalda şirniyyat sevən biri deyiləm. Cheesecake-i də normalda çox yemirəm, belə gedəndə kafelərə. Amma evdə bişirdiyim cheesecake o qədər dadlı idi ki, uşaqlar inana bilməzsə onun videosunu da qoyaram. Düzdür, görünüşdən biraz səliqəsiz ola bilər, amma məncə çox, yəni birinci dəfə üçün çox yaxşı idi. Mən ümumiyyətlə yemək bişirmirəm, mətbəx adamı deyiləm hətta. Amma mən də bu basic yeməkləri, yəni makaron bişirmək ya da nə bilim sup bişirmək falan onları bilirəm ən azından. Onu da universitet illərində öyrənmişdim. Mən də yayda öyrənməmişdim. Yəni nə qədər tez öyrənsəniz, o qədər sizin üçün yaxşı olacaq. Daha da yəni ildən ilə təkmilləşdirə bilərsiniz bu skilllərinizi. Glow up keçirməyi yoxlaya bilərsiniz. Bilirəm bu biraz geniş mövzudur. Hətta bunun üçün bir neçə ayrı videolar var internetdə. İstəyirsiniz baxa bilərsiniz. Glow up keçirmək mən nəyə deyirəm? Çox vaxt glow up keçirmək
Mən çox vaxt bunu düşüncəyə bağlayıram. Yəni təkcə görünüşə aid eləmirəm. Çünki həqiqətən də biz düşüncələrimizi dəyişərək, daha da geniş düşünərək, limitləməyərək beynimizi daha çox böyüyürük deyə düşünürəm. Təbii ki də bu sizin çöl görünüşünüzə də təsir eləyir. Amma ilk olaraq məncə dəyişmək lazımdır düşüncədən. Bu geri fikirləri məncə arxaya atmaq lazımdır. Qız-oğlan ayrımcılığını həqiqətən də geriyə atmaq lazımdır. Çünki bunu həqiqətən də bilmirəm də, əgər siz həqiqətən bu düşüncədəsinizsə, məsələn, qız onu eləyər, oğlan onu eləməz, oğlan belə ağlamaz, qız ağlayar, ya da nə bilim, oğlan şortik geyinməz, qız şortik geyinməz. Yəni belə fikirdəsinizsə, həqiqətən də siz bu həyatda çox irəli gedə bilməyəcəksiniz. Düzdür, indi hər şeyin öz yeri var. Amma məncə bəzi fikirlər ki var, bunlar çox geridə qalıb və əgər siz bunu kiminsə yanında desəniz, əlbəttə ki, sizin bu cəmiyyətdə çox da böyük bir rolunuz və yeriniz də olmayacaq. Çünki insanlar sizi qəbul eləmək istəməyəcək. Şəxsən mən belə insanları qəbul eləyə bilmirəm. Əgər çöl görünüşdən danışsaq, siz ilk olaraq, əgər sizin akneləriniz varsa, ya da nə bilim prişikləriniz falan varsa, buna çarə tapmağın məncə indi tam vaxtıdır, əgər varsa. Çünki inanın mənə, universitet başlayanda həqiqətən də, yəni bütün insanlarda olur da, əgər sizin akneləriniz varsa, siz istər-istəməz utanırsınız və bu sizin özgüvənli hiss eləməməyinizin səbəblərindən biri ola bilər. Bunun üçün dəri həkiminə gedin ya da fərqli maskalar yoxlayın. Öz ümumiyyətlə dəri tipinizi tapın, dərinizə uyğun məhsullar istifadə edin. Əgər hansı günəş kremi sizin dərinizə düşmürsə dəyişin. Ya da fərqli səbəblər ola bilər. Çox vaxt siqaret çəkəndə də dəriyə və dişlərə təsir eləyir. Ona görə də bunu da nəzərə alın. Və bayaq dediyim kimi yediklərinizə fikir verin. Həqiqətən də əgər dəriniz problemlidirsə, bu sizin yediklərinizdən də asılı ola bilər. Bütün gün chips yeyirsinizsə, noodle yeyirsinizsə falan, bu sizin həqiqətən dərinizə təsir eləyə bilər. Yəni yediklərinizə də fikir verin. Çünki əgər siz yayda sağlam qidalanmağa başlasanız, siz bunu vərdişə çevirə bilərsiniz. Çünki sonra universitet vaxtı, universitet başlayandan sonra sizin başınız qarışıq olacaq. Yəni adaptasiya dövrünə falan başınız qarışıq olacaq deyə siz buna çox da fikir verməyəcəksiniz. Ona görə indidən bunu vərdişə çevirin ki, sağlam qidalanmaq sizin həyatınızın bir parçası olsun. Və əgər istədiyiniz bədən quruluşuna sahib olmaq istəyirsinizsə, əgər çəki artırmaq ya da çəkidən azad olmaq istəyirsinizsə, idmana başlaya bilərsiniz. Və idmana başlamaq, mən onu demirəm ki, bu dəqiqə siz trenajora getməlisiniz, siz ayda 100 manat falan verməlisiniz. Yəni, xeyr. Evdə də siz çox idmanlar eləyə bilərsiniz. Hətta TikTokdan, Instagramdan da falan onları tapa bilərsiniz. Ya da ayrı videolar var, evdə necə idmana başlayım. Hətta yoga, pilates də eləyə bilərsiniz. Özünüz üçün bir proqram qurun. Yəni, istəsəniz mən də sizə köməklik göstərə bilərəm. Çünki mən artıq 6 ildən çoxdur ki, idmanla məşğulam. Və yəni bu professional idman növü deyil. Sadəcə mən evdə öz sağlamlığımı qorumaq üçün həqiqətən də bəzi idman növləri ilə məşğul oluram. Bunları indi eləməlisiniz ki, çünki bilirəm hamımız ağlında universitet başlasın, onu eləyərəm, bunu eləyərəm, buna başlayaram, ona başlayaram. Ancaq universitet başlasın, sonra eləyərəm dediyiniz heç bir şey eləməyəcəksiniz. İnanın mənə, universitet başlasın, eləyərəm, 1000 dənə belə bir şey deyirdim özümə. Heç birini eləmədim. Ona görə də indidən deyirəm ki, bu yayda özünüzlə məşğul olun. Bekarsınızsa, yəni dərslərə görə ertələdiyiniz hər şeyi indi başlayın yavaş-yavaş. Çünki həqiqətən də deyirəm sizə, olmayacaq. Universitetə siz adaptasiya dövrünə başınız qarışacaq və ilk semestr, ilk günlər çox çətin olacaq sizin üçün. Ona görə də vaxtınız az qalacaq və istər-istəməz özünüzə vaxt ayıra bilməyəcəksiniz. Ona görə də indidən özünüzə vaxt ayırmağa başlayın ki, universitet başlayanda da çox bir şey həyatınızda dəyişilməsin. Yəni, sırf universitetlə hər şeyi başlatmayın. Yəni, ona görə də bu məndən sizə ən böyük tövsiyədir. Və su için uşaqlar. Yəni, mən çox böyük sağlamlıq problemləri yaşadım bu imtahan ərəfəsində, daha doğrusu yanvar ayında. Onda mənə dedilər ki, sənin su çatışmazlığın var da su iç. Mən normalda gündə heç 1 stakan su içməzdim də. Maksimum 2 stakan çay içərdim. Mən heç vaxt susuzlamıram, su istəmirəm. Ondan sonra mən başladım gündə 2 litr su içməyə. Düzdür, yavaş-yavaş başlayın. Yəni bir dəfə demirəm, bir gün ərzində 2 litr içməlisiniz. Bu gün yarım litr, sabah 1 litr, daha sonra 1.5 litr, daha sonra 2 litr, daha sonra 3 litr, nə qədər istəyirsiniz içə bilərsiniz. Amma çalışın su çox tez-tez için.
Həqiqətən də su içəndən sonra mənim həyat keyfiyyətim çox yüksəldi. Üzümdə prişiklər var idi. Demək olar ki, heç biri yoxdur indi. Demək olar ki, deyəndə indi çox olur, amma mən onun səbəbini hələ də bilmirəm. Dərə həkiminə gedəcəm. Bu da mənim, yəni bu yaydakı bir məqsədimdir ki, o həkimə gedəm. Daha sonra gözünüzlə bağlı probleminiz varsa, həkimə gedin. Yəni hər hansısa bir probleminiz varsa, indidən həkimə gedin. Çünki ola bilsin Bakıda sizin tanışınız olmasın, tək getmək istəməyəsiniz ya da xəstəxana falan uzaq olsun sizə. İndidən bu kiçik problemləri həll edin ki, nə qədər çox böyənməyiblər. Və ən əsası da dişləriniz. Dişlərinizə çox önəm verin, hörmət edin onlara. Çünki əgər sizin dişiniz olmasa, yəni sağlam olmasa sizin dişləriniz, siz normal yemək yeyə bilməyəcəksiniz. Normal yemək yeyə bilməsəniz, siz sağlam ola bilməyəcəksiniz. Ona görə də dişlərinizə fikir verin və həqiqətən də diş ağrısı ən böyük həyat keyfiyyətini azaldan şeylərdən biridir. Dişlər çox vacibdir, çox önəm verin onlara. Yəni hər 3 aydan bir, 6 aydan bir diş həkiminə gedin. Bu xüsusilə də qızlara aiddir. Əgər siz universitetə makiyajla gedəcəksinizsə, çiy gedəcəksiniz məncə, makiyaj eləyə bilmirsinizsə, makiyaj eləməyi öyrənin. Çünki yaydır, bekarsınız və siz iş axtarırsınız özünüzə. Make-up eləməyi öyrənin. Yəni, çünki həqiqətən də make-up eləyə bilməyib, ilk make-up'ın universitet günü eləyənlər var. Bunu eləməyin. Çünki sizin ilk make-up'ınız çox da yaxşı olmaya bilər. Çünki siz yəni heç make-up eləməmisinizsə, ki, məncə elə biri yoxdur hal-hazırda, amma ola da bilər. Əgər siz heç makiyaj eləməmisinizsə, eləməyə başlayın yavaş-yavaş. Öz stilinizi tapın. Əgər make-up eləyə bilirsinizsə, məsələn, o var, Clean Girl, nəmi, Black Swan var, daha sonra White Swan var, belə növlər var, mən onu bilmirəm. Amma yəni make-up stilləri öyrənin. Məsələn, çox sadə make-up, gündəlik make-up eləyə bilirsinizsə, daha abartılı make-up eləməyi öyrənin. Yəni sizin bolunuza vaxtınız var da, yeni şeylər sınayın üzünüzdə. Baxın sizə necə yaraşır, nə tip make-up yaraşır, yaraşmır. Yəni buna fikir verin. Daha sonra geyim tərzinizi əgər istəyirsinizsə dəyişin. Çünki çoxumuz geyim tərzimizi bəyənmirik və niyəsə bunu dəyişmək istəmirik. Çünki tənbəllik edirik ya da normalda vaxtımız olmur. Amma indi bizim vaxtımız var və qarderobunuzu tamamilə dəyişin. Nə bilim, məsələn mən belə eləmişdim. Mən normalda çox bol geyinən insan idim və sonra dedim ki, mən bol geyinmək istəmirəm, bu mənə yaraşmır. Və sonra da mən başladım qarderobumu yavaş-yavaş dəyişməyə. Yəni bəzi geyimlərimi atdım, bəzilərini kəsdim, bəzilərini digər formaya saldım. Yəni siz də belə yoxlaya bilərsiniz. Yəni dəyişikliklər eləyin. Yəni məktəb artıq bitdi, universitet başlayır. Yəni universitet başlayan tamam fərqli, istədiyiniz versiya olmaq istəyirsinizsə, belə kiçik şeylərdən başlaya bilərsiniz. Yəni nə istəyirsiniz həmişə, nəyi bəyənmirsiniz özünüzdə, bunları dəyişin. Yavaş-yavaş dəyişin. Universitetin sonuna kimi düzələr. Daha sonra alış-veriş eləyin universitet üçün. Çantalar alın, paltarlar, ayaqqabılar, nə bilim, make-up ləvazimatları, aksesuarlar alın, telefon alın. Yəni çox şey var. Yəni məsələn istədiyiniz telefon var, sizə söz veriblər ki, universitetə daxil ol, sonra alaram. Mən daxil olmamışdan əvvəl mənə almışdılar. Yəni hələ cavaba çıxmamışdı, heç kodlaşdırma başlamamışdı. Bilirdim ki, düşəcəyim də, ona görə aldılar. Yəni, mənim istədiyim telefonu aldılar. Yəni, həqiqətən də o telefonu istəyirdim. Siz də indidən istədiyiniz əgər telefon hələ ki yoxdursa sizdə, axtarın. Yəni, həqiqətən də bahalı telefon, yaxşı telefon mənasına gəlmir. Ona görə də normal, keyfiyyətli bir telefon tapın, axtarın özünüz üçün ki, sonra sizin əvəzinizə başqası seçib pis bir telefon almasın. Çünki yəni, bir telefon 2-3 il gedir də, yəni 2-3 il sizin həyatınız biraz keyfiyyətli olsun. Və artıq daha vacib şeylərə keçmək istəyirəm ki, universitet başlayanda siz hansı bacarıqlara sahib olmalısınız. Bunları bilsəniz, sizin gələcəkdəki karyeranıza bu çox kömək olacaq. Çünki həqiqətən də mən bunları universitet başlamazdan əvvəl bilmək istəyərdim. İlk vacib amil, məncə hər kəsin bilməli olduğu bir şeydir. Yəni, fərqi yoxdur, universitetə başlayırsınız, universitetə başlamırsınız. Ümumiyyətlə, hər kəs bunu bilməlidir. İndiki dövrdə bu çox vacibdir, ingilis dili. Həqiqətən də əgər sizin ingilis dili səviyyəniz çox aşağıdırsa, yəni normal hətta yəni TikTokda, Instagramda normal videolara baxıb başa düşə bilmirsinizsə ya da altyazı ilə başa düşmürsünüzsə, deməli o sizin probleminizdir. Çünki o qədər indi resurs var ki, o qədər yəni
insan məruz qalır ki, bu dilə. Yəni sizin bunu öyrənməmə ehtimalınız çox azdır. Deməli siz bunu öyrənmək istəmirsiniz. Siz bunu niyə öyrənmək istəmirsiniz? Çünki siz bunun mahiyyətini hələ də qavramamışsınız, hələ də başa düşmürsünüz ki, bu necə də vacibdir. Universitet başlayandan sonra siz başa düşəcəksiniz ki, necə də, yəni çox vacib imiş mənim üçün ingilis dili. Ola bilər ingilis dilini bilənlər var aramızda, amma mən bilməyənləri nəzərdə tuturam. Əgər sizin ingilis dil səviyyəniz A1, A2-dirsə, yəni hələ də beginner level-sızsa, siz biraz da ingilis dilinizi artırmalısınız və ingilis dilini evdə necə öyrənə bilərsiniz kimi bir video çəkəcəm. Yəni izləmədə qalın mütləq. Çünki mən özüm də indi deyərsən ingilis dili bilirsən falan, mən özüm ingilis dilində oxuyuram. Yəni tədrisim ingilis dilindədir. Bütün fənlər ingilis dilində keçirilir bizə. İmtahanlar da ingilis dilindədir. Yəni təsəvvür edin, bizə 70 neçə dənə sual verilir. Hamısı ingilis dilindədir. Hamısı, yəni bir sual özü 2 səhifə, 3 səhifədən artıqdır ingilis dilində öyrənir. Yəni mən həqiqətən də ingilis dilinə bu qədər çox məruz qalıram və əgər mən universitet başlamazdan əvvəl ingilis dilini normal bir şəkildə bilməsəydim, danışa bilməsəydim, başa düşə bilməsəydim, həqiqətən də çox çətinliklər çəkəcəkdim. Yəni özümə bunu çox sağ ol deyirəm ki, mən yayda ən azından biraz ingilis dilimi artırdım və həqiqətən də bunun mənə çox köməyi oldu və bunu necə elədiyimi öyrənmək istəyirsinizsə, mən bunun üçün ayrı bir video çəkəcəm, çünki çoxunuz bunu məndən istəmişdiniz. Ona görə də izləmədə qalın mütləq. Təbii ki, digər dil bilikləri də üstünlükdür. Məsələn, rus dilini bilirsinizsə, ingilis dilini bilirsinizsə ya da digər dilləri bilirsinizsə, təbii ki, bu üstünlükdür. Yəni bir çox neçə dil bilmək, bir neçə qapının açarını tapmaq kimi bir şeydir. Yəni niyə də yox? Hətta ingilis dili dünyanın ən asan dilidir öyrənmək üçün. Bilirəm, bəziləriniz üçün çox çətin gələ bilər ingilis dili, ingilis dilində ifadələr, hətta esse yazmaq bəzilərimizə çox çətin gələ bilər. Amma inanın mənə, siz əsas odur ki, bunu istəyəsiniz. Siz bunu istəməlisiniz. Əgər istəmirsinizsə, deməli öyrənə bilmirsiniz. Əgər yetəri qədər istəsəydiniz, bunu öyrənmək sizin üçün çox rahat olardı. Bu çox vaxt Bakıda tələb olunur, yəni rus dilini və ingilis dilini eyni dərəcədə bilmək. Yəni təsəvvür edin, siz iki dili, rus dili dünyanın ən çətin dillərindən biridir və ingilis dili də bütün dünyada danışılan bir dildir. Ona görə də bu iki dili təsəvvür edin, siz sərbəst bilirsiniz və təsəvvür edin, siz dünyanın yarısından üstünsüz də. Yəni dünyanın yarısı bu qədər dili danışa bilmir, ikisində eyni səviyyədə. Yəni bunu bilmək görün sizi nə qədər qabağa atacaq. Və əgər rus dilini öyrənməyi planlayırsınızsa, mən rus dili dəstəyi keçirəm. Qiymətlərlə bağlı çox sual verirdiniz deyə, yəni burada aydınlatmaq istədim. Mən qiyməti sizə bir dəfə deyə bilmərəm. Bu sizin neçə saat hazırlaşmaq istədiyinizdən asılıdır. Həftədə neçə dəfə hazırlaşmaq istədiyinizdən asılıdır. Bu sizin dil bilik səviyyənizdən asılıdır. Bəlkə siz sıfırsınız, bəlkə siz bir miqdar olaraq rus dilini bilirsiniz, amma daha da təkmilləşdirmək istəyirsiniz. Yəni bu həqiqətən də məndən asılı olan bir şey deyil. Yəni bir dəfəlik qiymət qoymaq həqiqətən çox çətindir. Ona görə də daha ətraflı məlumat üçün mənə Instagramdan yaza bilərsiniz. Instagramı bura yazacağam. Daha sonra universitet başlamazdan əvvəl öyrənmək istədiyim bir şey diksiyamı düzəltmək idi. Diksiyanı düzəltmək üçün YouTube'da çox videolar var. Əsasən də türklərin videoları idi. Necə diksiyon dərsləri yazsanız gələcək hamısı. Bu əsasən düzgün tələffüz formaları, düzgün nəfəs alaraq necə düzgün tələffüz edə bilərsiniz sözləri falan ona aiddir. Amma həqiqətən də onu bilmək çox yaxşıdır. Buna biz bəzən fikir vermirik danışığımızda. Məsələn, ü-lərdən istifadə edirik. Mən də istifadə edirəm, amma həqiqətən də bunlardan azad olmağı çox istəyirəm. Amma peşəkar natiq olmaq üçün aktyorlar ya da jurnalistlər bunu bilməlidir. Əgər siz jurnalistikaya başvurmaq istəyirsinizsə, jurnalist olmaq istəyirsinizsə, bunu bilməlisiniz. Çünki həqiqətən də mən bəzi blogerləri görürəm, onlar diksiyalarının üzərində çalışmırlar. Bəlkə də mənim danışığım onlar üçün yaxşıdır. Halbuki onlar jurnalistdirlər və insanlar onlara qulaq asmalıdır. Və insanların sizə qulaq asmağını istəyirsinizsə, siz hər şeyi düzgün şəkildə tələffüz eləməlisiniz, düzgün, aydın şəkildə deməlisiniz və ləhcədən istifadə eləməməlisiniz çalışdığınız qədərilə. Düzdür, mən ləhcə ilə danışanları sevirəm ki, onlar utanmayıb ləhcələri ilə danışırlar. Mən özüm də öz ləhcəmi sevirəm. Amma bunu bildirməməyə çalışıram. Necə ki, əgər görmüsünüzsə, peşəkar aparıcılar falan, onların ləhcələri yoxdur deyə biz tuta bilmirik ki, onlar hansı bölgədəndirlər falan.
Yəni bu da vacib amildir. Əgər siz planlayırsınızsa, ya da ümumiyyətlə insanların sizə qulaq asmağını istəyirsinizsə, sizi eşitməklərini istəyirsinizsə, həqiqətən də çox təmiz bir nitqiniz olmalıdır. Demirəm indi siz ləhcəsiz danışmalısınız, elə bir şey yoxdur. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənni var bizdə. Həmin dərsdə əgər sizin bəxtinizə yaxşı müəllim çıxacaqsa, müəllim sizinlə həqiqətən də məşğul olacaq. Sizin düzgün danışığınıza fikir verəcək. Rus dili sözlərdə məsələn uje, prosto sözlərdən istifadə etməmək falan, onlara hamısına fikir verməlisiniz o dərsdə. Və gələcəkdə ola bilər ki, siz belə bir situasiyada olasınız ya da rəsmi bir ortamda olasınız ki, siz çıxış eləyəcəksiniz və əgər çıxış eləməyi planlayırsınızsa, ya da ümumiyyətlə plansız olub belə bir şey, siz məcbur çıxış eləməlisinizsə, məsələn danışıqda a eləyən insanlara qulaq asmaq istəmirəm. Düzdür, mən özüm də elə eləyirəm, amma məsələn mən bir kənardan baxaraq, düzdür, öz videolarımı editləyəndə də görürəm mən niyə belə eləyirəm. Yəni məsələn ilk öncə biz yargılayırıq insanları ki, bu niyə ləhcə ilə danışır, bu niyə diksiyası təmiz deyil və istər-istəməz peşəkar olmadığınızı bu göstərir. Ona görə də niyə insanlar bizim haqqımızda elə fikirləşməlidir? Onlar elə fikirləşməsin deyə biz indidən öz üstümüzə düşməliyik məncə danışığımıza, tonumuza, səsimizin tonuna həqiqətən də çox fikir verməliyik. Təbii ki də buna bir neçə dəfə ilə, bir-iki videoya baxmaqla düzəltmək olmur. Bunu məsələn kitab oxuyaraq təkmilləşdirə bilərsiniz. Təbii ki də səsli kitab oxumağa çalışın. Səsli oxuya-oxuya sizin diliniz də ona öyrəşəcək. Mən ümumiyyətlə breket taxırdım. Breket taxanda biraz danışmaq çətin olur. Plus mən rus bölməsi olmuşdum və elə bilirdim ki, məndə bu normal alınmayacaq. Düzdür, mən bunun üstünə düşmürəm, mən sadəcə danışıram. Amma bunun da üstünə düşsəz, məncə çox yaxşı olacaq. İnsanlar da sizə qulaq asmaq istəyəcək. Daha sonra özünüzü təqdim etməyi öyrənin. İndi deyəcəksiniz, özümü təqdim eləmək, ad, soyad, yaş bunu deyirsən. Yox, bunu demirəm. Amma bəzən həqiqətən bəzi yerlərdə sadəcə ad, soyad, yaş kifayət eləyir. Təbii ki, mən hər situasiyanı nəzərdə tutmuram. Bəzən elə situasiyalar olur ki, sizin özünüzü təqdim etməyinizi istəmək, sizin sadəcə ad və soyaddan ibarət olmamağınızı göstərməkdir. Universitet həyatında, universitetə başlayan çox vaxt müəllimlər deyirlər ki, özünüzü təqdim elə. Orada çox şey danışma məcburiyyətində deyilsiniz. Sadəcə özünüzdən biraz danışırsınız, hobilərinizdən falan danışırsınız ki, biraz da olsa sizin haqqınızda bir təəssürat yaransınız müəllimdə. Onsuz da müəllimin yadından çıxacaq, çox da fikir verməyin. Bu əsasən sizin qrup yoldaşlarınızın yadında qalacaq. Amma siz əgər iş müsahibəsindəsinizsə, ya da hər hansı bir layihəyə, ya da bir könüllülük layihəsinə qoşulmaq istəyirsinizsə, müsahibə mərhələsi mütləq olur. Müsahibə mərhələsində sizə ilk verilən sual özünüzü təqdim edin. Orada sizdən istədikləri şey, orada zaten sizin ad soyadınızı bilirlər. Sizdən istədikləri şey sizin bacarıqlarınızı öyrənməkdir. Siz onların işinə, onların layihəsinə necə bir qatqıda buluna bilərsiniz, o haqdadır və digərlərindən sizi nə fərqləndirir? Çox fərqlisizmi, yoxsa average personsuz, onu öyrənmək istəyirlər və özünüzü əgər düzgün təqdim eləsəniz, çox yaxşı təqdim eləsəniz, çox yaxşı təəssürat yaratsanız HR-da, bu sizin qəbul olma şanslarınızı, işə və yaxud da könüllüyə qəbul olma şanslarınızı neçə qat-qat artırır. Məsələn, sizdən özünüzü təqdim eləməyinizi istəyəndə ilk olaraq təbii ki də ad soyadınızı deməlisiniz. Deyirsiniz ki, mənim adım Nigar, soyadınızı deməsəz də olar. Deyirsiniz ki, adım Nigar İbazadə, mənim 18 yaşım var, mən Bakı Dövlət Universitetində oxuyuram. Nə bilim, neçə bal ilə qəbul olmuşam. İnanın mənə, sizin balınız artıq heç kəs üçün maraqlı deyil. Məsələn, 200 bal toplamışam, 100 bal toplamışam, 300 bal, 600, 700 bal toplayıb qəbul olmuşam. Sizin topladığınız bal heç kəsə maraqlı deyil. Həqiqətən, inanın mənə, deyirəm də sizə indi sizin topladığınız bal çox vacibdir, hal-hazırda. Amma bundan sonra heç kəsə inanın mənə maraqlı olmayacaq. Layihələrə qəbul eləyəndə, işə qəbul eləyəndə sizə heç birinə maraqlı olmayacaq da sizin balınız neçə olub, nə qədər yüksək olub, nə qədər aşağı olub, heç kəsin vecinə də deyil. Onlara maraqlı olan sizin aktiv biri olduğunuz və yaxud da olmadığınız sizin bacarıqlarınızdır. Sizin balınız sizin bacarıqlarınızı göstərmir. Ona görə də istəyirsiniz deyin, istəyirsiniz deməyin, mən demirəm. Daha sonra əgər universitetdə oxuyursunuzsa və tədrisiniz ingilis dilindədirsə, bunu mütləq olaraq vurğulayın və bildiyiniz dilləri də vurğulayın. Məsələn, mən deyirəm, tədrisim ingilis dilindədir ki, bilsinlər ki, mənim ingilis dilim normal səviyyədədir. Məsələn, mən Bakı Dövlətin tenis klubunda iştirak edirəm və həqiqətən də tennis olan marağım var.
idmana ümumiyyətlə xüsusilə marağım var, voleybol oynamağa marağım var və əgər bundan qabaq əgər hər hansısa bir layihələrdə iştirak eləmisinizsə, onu da deyə bilərsiniz. Məsələn, mən Beynəlxalq Film Festivalında tərcüməçi olaraq iştirak eləmişdim. Xarici qonaqları qarşılayırdım və onların dediklərini auditoriyaya tərcümə edib çatdırırdım. Yəni bunun kimi əgər hər hansısa bir kurslara getmisinizsə, məsələn deyirsiniz mən rus dili kursuna getmişəm, ingilis dili kursuna getmişəm ya da hər hansı bir idman növü ilə məşğul olmusunuzsa, peşəkar idman növü ilə onu da vurğulaya bilərsiniz. Ya da sizin uşaq vaxtında nəyə marağınız var? Məsələn, rəsm çəkə bilirəm, nə bilim, at sürə bilirəm, maşın sürə bilirəm, belə şeyləri deyə bilərsiniz. Və əgər deyirsinizsə, mənim heç bir bacarığım yoxdur, siz çox səhv edirsiniz. Hər kəsin bir bacarığı var. Bacarıqsız bir insan yoxdur. Bunu bizə müəllimimiz demişdi. Yəni elə bir insan yoxdur ki, o bacarıqsız olsun. Sadəcə ola bilsin, siz öz bacarığınızı hələ də kəşf eləməmisiniz. Onu da kəşf eləmək üçün siz gərək bir neçə fərqli şeylər sınayasınız. Bütün gününüz əgər eyni keçirsə, siz təbii ki də çox şey kəşf eləməyəcəksiniz və öz bacarıqlarınızı bilmədən ölə bilərsiniz hətta. Ona görə də çox şey sınayın, fərqli şeylər sınayın. Yəni çox şey var. Həyatda o qədər idman növü, o qədər yəni vaxtınızı keçirə biləcəyiniz şeylər var ki, fərqli aktivitelər var ki, siz onların heç birini bəlkə də bilmirsiniz. Yəni bəlkə də onların 95%-dən xəbəriniz yoxdur da. Ona görə də onları öyrənin. Məsələn, Amerikanlar çox maraqlıdır. Məsələn, Amerikalıların o qədər çox qəşəng, maraqlı hobbiləri olur ki, yəni biz onu hobbi kimi heç təsəvvür eləmirik də. Ona görə də yəni maraqlı şeylər sınayın, yaydır. Başlayın yavaş-yavaş özünüzü tanımağa. Əgər siz özünüzü tanımırsınızsa, başqalarına da özünüzü tanıdıb təqdim eləyə bilməyəcəksiniz. Yəni düzdür, özünüzü təqdim eləməlisiniz, daha da təkmilləşdirəcəksiniz müsahibədən müsahibəyə gedəndən sonra. Mən məsələn xəritəni öyrənirəm. Həqiqətən mənim coğrafiya olan marağım çox idi. Düzdür, mən ikinci qrupa hazırlaşmamışam, amma məktəb vaxtı mənim müəlliməm sağ olsun bizə çox maraqlı coğrafiya keçirdi. Və həqiqətən də bu çox maraqlı idi və ona görə mən başlamışam xəritəni öyrənməyə, belə çıxartdırmışam ki, daha maraqlı olsun ki, kompüterdən, telefondan baxmayım. Məncə bu bir növ kültürdür də. Yəni məsələn sizdən yoldan keçəndə soruşsalar ki, Niderland böyüdü yoxsa Hollandiya və əgər siz həqiqətən də hal-hazırda nəsə fikirləşirsinizsə, deməli sizin həqiqətən coğrafiya öyrənməyə ehtiyacınız var. Çünki bu ikisi də eyni ölkədir. Sadəcə Niderland ingilislər deyir. Baxın, Niderland da buradadır, Hollandiya yəni. Və çalışın paytaxtları yadınıza saxlayın. Çünki bu sizin yaddaşınızı da həm də gücləndirir, həm də coğrafi biliklərinizi də artırır. Və məncə bu çox yaxşı bir şeydir, xəritəni bilmək. Məsələn, mən bir gün bir ölkəni araşdırıram, öyrənirəm. Çünki bir gün ərzində bütün bu ölkələri, yəni yerlərinə qədər öyrənmək biraz çətin olacaq. Məsələn, bir gün götürdüm Venezuelanı. Venezuelanı yazıram internetdə. Facts about Venezuela. İngilis dilində çalışın yazın, amma Azərbaycanda da yaza bilərsiniz. Sadəcə ingilis dilində daha çox məlumat gəlir deyə mən həmişə ingilis dilində ya da rus dilində araşdırma edirəm. Nəysə, Venezuelada hansı dil danışılır, Venezuelanın əhalisi nə qədərdir, Venezuelanın torpaqları necədir və Venezuelanın təbiəti necədir, şəhərləri necədir, paytaxtı haradır, onu öyrənməyə çalışıram və belə hər gün təsəvvür edin, siz bir ölkə haqqında öyrənirsiniz, sizin nə qədər biliyiniz olacaq və həqiqətən də burada o qədər çox qəşəng ölkələr var. Məsələn, mən bir dənə heykəl var, İsa'nın heykəlidir. Mən onun Braziliyada, Rio de Janeiro'da olduğunu bilmirdim. Sadəcə çox məşhur heykəldir. Mən onu internetdə falan gördüm, amma mən onun Braziliyada olduğunu bilmirdim. Və ondan sonra özümü çox pis hiss edirdim ki, mən necə bunu bilməmişəm ki, bu Braziliyadadır. Və həqiqətən o qədər qəşəng yerlər var ki, mən özüm üçün list tuturam ki, əgər xaricə getsəm, hansı ölkələrə ilk olaraq gedərəm. Bilmək lazımdır ki, mənim fikrimcə, Latin Amerikanın demək olar ki, hamısı İspan dilində danışır, amma bir dənə Braziliyada Portuqal dilində danışırlar. Bu da tarixdən gəlir. Sonra burada Asiyanı çıxartdırmışam və Avropanı çıxartdırmışam və məncə Avropanın xəritəsini bilmək daha vacibdir. Çünki daha bizə yaxındır. Biz də Avropanın bir tərəfi sayılırıq. Ona görə də həm də Avropada daha çox ölkə var və o qədər sıx-sıx ölkələr var ki, onların yerini təsbit eləmək falan çox çətindir. Yəni bu da bir maraqlı aktivitedir mənim üçün və özüm üçün gil almışam. Düşündüm ki, keramikadan bir şey eləyərəm, keramik bir şey düzəldərəm. Çox vaxt Pinterestdən görürdüm, o aksesuar qabları var. Həqiqətən çox gözəl görünürdü və mən də bunu Rebusdan almışdım. Çox baha deyildi, 2 manat idi yəni. Dedim ki, niyə də yox, alaram, yayda yoxlayaram özüm üçün və bunu da yoxlayaram, sizinlə paylaşaram yəqin ki.
Daha böyləri də var idi və o qədər də baha deyil. Yəni 5 manata falan böylərini tapa bilərsiniz və bunların rəngləri də var idi. Bir dənə sarı belə bronz rəngdə var idi və bu rəngi var idi. Mən bu rəngini aldım çünki düşündüm ki, bu rəngi rəngləmək daha rahat olacaq. Və bayaq dediyim kimi ingilis dili ilə məşğul oluram. Bu intermediate-dir. Mən məsələn beginner level olmadığımı bildiyim halda beginner level'ın kitablarını işləyirdim ki, həqiqətən özümü qarantiliyim ki, mən beginner level deyiləm artıq. Yəni A1, A2 deyiləm. Intermediate-ə başlamışam və Business English var. Bu UNEC-in kitabıdır, qardaşımın kitabıdır. Bilmirəm, arada oxuyuram, maraqlı şeylər var. Yəni mənim üçün əsas olan ingilis dilinə məruz qalmaq. Daha sonra özünüzə vərdişlər yaradın. Məsələn, səhər oyanan kimi çoxumuz telefona əl atırıq və inanın mənə, bu sizin özünüzə elədiyiniz ən böyük pislik ola bilər. Niyə bunu deyirəm? Çünki əgər hər səhər neçə aylarla belə davam eləyirsə, siz əgər fikir vermişsinizsə, sizin gözünüzdə problemlər yaranır. Yəni gözünüz başlayır zəifləməyə, həqiqətən ağrıyır. Məsələn, məndə gözüm başlayır ağrımağa və zəifləməyə, həqiqətən belə eləyəndə. Çünki siz oyanmaq istəyirsiniz və oyanmaq üçün də telefona əl atırsınız. Ondansa günəşli bir yerdə yatın ki, günəş sizi oyatsın bir dəfəlik olaraq. Günəş işığı sizi oyatsın, amma telefon işığı yox. Və idman eləməyi də vərdişə çevirin. Bayaq dediyim kimi trenajör getməyə ehtiyac yoxdur. Evdə də idman eləyə bilərsiniz və evdə idman eləmək daha sərfəlidir məncə trenajör getməkdənsə. Və idmanı həyatınızın bir parçası eləmək sizin özünüzə elədiyiniz ən böyük yaxşılıqlardan ola bilər. Çünki həm yaşlanmanın qarşısını alır, həm məsələn siz 50 yaşınızda qarınlı bir kişi ya da qadın olmazsınız. Yəni ona görə belə. Məsələn, səhər durub su içmək, ümumiyyətlə gündəlik olaraq boluca su içmək, daha sonra kitab oxumağa vərdişə çevirmək, siqaret çəkməmək, pis vərdişlərdən uzaq olmaq. Ümumiyyətlə belə vərdişləri özünüzdə yaradın ki, universitetdən sonra onları vərdişə çevirmək biraz çətin olur. Yəni belə. Ümid edirəm faydalı oldu bu video sizlərə. Çalışdığım qədər bütün maraqlı aktivitelərdən danışdım ki, yayda özünüzü məşğul edə bilərsiniz və əgər belə videoların daha çox gəlməyini istəyirsinizsə, abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik.